Xəbərləşmə şeiri. Bilirsənmi qədim insan necə xəbər çatdırarmış, dağda olsa, bağda olsa, ya səfərdə yolda olsa, nağaraya vura-vura, ocaqları qura-qura, göyərçinlər uçuraraq hay salarmış yerə göyə, çağırarmış o köməyə, atlılar ay atlılar, atları qanatlılar, elimizə gedərsiniz, onlara deyərsiniz. Poçt quruldu məktubları dəstə-dəstə, poçtalyonlar daşıdılar dostdan dosta, daşıdılar sevincləri, kədərləri, çatdırdılar şirin xəbərləri. Qəzet jurnal çıxardılar daha sonra, teleqramlar vuruldu ora-bura. Alo deyib telefonlar çağıranda, məsafələr lap qısaldı bir canda. Uzaqlarla yaylanırdı əlaqələr, radiodan yayılırdı artıq xəbər. Ağ-qara televizor yarananda, rəngli ilə əvəzləndi tez zamanda. Ən nəhayət internetin əsri gəldi, son xəbərlər hər saniyə yeniləndi. İndi artıq min evdə məskən salır, insanoğlu hər xəbəri ondan alır.